dostlar, bir neçə gün öncə bu videonu hazırlamaq barəsində düşünürdüm. Artıq zamanı çatdı. Gördüyünüz ev indi artıq içəridən də çəkiliş olunacaq. Bir ailəyə məxsusdur ki, bu ailə başçısını itirib. Ailənin 2 dənə övladı var, qız övladıdır və anadır. Yəni bunların heç kimi yoxdur. Onlara bir dəqiqə hal-hazırda köməklik edəcək. Xanım özü də, ailə özü də ibadət əhlidirlər. Ümid edirik bu işə başlamağımız səmərəli olar. Çünki ümid edib bu çəkiliş edirik. Artıq ihanə edənlər də var və sizdən də dəstək gözləyirəm. Əsasən də xaricdə yaşayan dostlarımız bu videonun çəkilişin hazır edəndən sonra istəyərdim ki, siz də öz durumlarınızda bunu paylaşasınız. Bəlkə də ətrafınızda, çevrənizdə, xaricdə yaşayan bizim həmvətənlərimiz bu işlərə dəstək versin. Bu ailə üçün düşünülən budur ki, ev sökülsün, yenidən tikilsin. Çünki çox qəzalı vəziyyətdədir. Hər an divarlar uça bilər, tavan yerə düşə bilər. Yəni bu kimi təhlükələr var. İndi isə evin çəkilişini göstərəcəm sizə. Belə əziz dostlar, bu evin çatlarıdır ki, artıq içəridən də yəni evin içərisinə işıqlar düşür. Çölün işığı. Ev köhnə tikilidir. Gördüyünüz kimi hər yeri çatdı. Yarısı palçıqla tikilib, yarıya kimi kubikləndir. Elə kubikin özündə də yəni çatlar var və artıq bir neçə hissələr var ki, buralıq hamısı çat verir. Tamamilə qəzalı vəziyyətdədir.